Xaricdə ali təhsil almaq istəyən şəxslər yaxın əyləşin. Təhsildə Keyfiyyət Təminat Agentliyi hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanının da aşağı nəticə göstərən şəxslərin diplom aldığı universitetlərin adını açıqlayıb. Bu göstəricilər əsasən Rusiya, Ukrayna, Dağıstan və Belarusun ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Təhsildə Keyfiyyət Təminat Agentliyinin sədri Tural Əhmədov ibtidai sinif müəllimliyi ixtisası üzrə də xaricdə təhsil alanların son peşə imtahanının nəticələrini açıqlayıb. Bərabər izləyək. Təhlillər göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir. Uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus və Rusiya ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Təhsildə Keyfiyyət Təminat Agentliyinin sədri Tural Əhmədov bildirdi ki, bu il ölkə ərazisində xarici diplom tanınması üçün 3480 müraciət əsasında ekspertiza həyata keçirilib. Nəticədə 491 xarici diplom tanınmayıb. 3480 müraciətə münasibətdə 2989 müraciətlə əlaqədar müsbət qərar verilmiş və 491 müraciət təqribən 14% edir, imtina qərarı verilmişdir. Sözsüz ki, imtina sözü xoş deyil. Yəni bu mənada onun arxasında insanların çəkdiyi müəyyən mənada maddi və qeyri-maddi resurs dayanır. Təbii ki, bu bizim üçün də xoş deyil, amma biz düşünürük ki, zamanında müvafiq maarifləndirmə düzgün olsaydı, yəqin ki, biz bugün o 14%-də görməmiş olardıq. Və bu mənada da düşünürük ki, bugünkü briefingdə bu istiqamətdə faydası olar. Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdənsə yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək agentlik tərəfindən akademik və peşə tanınması üzrə şəhadətnamələrini əldə edib. Uğursuz nəticə göstərənlər əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin payına düşür. İbtidai sinif müəllimliyi ixtisası üzrə xaricdə əldə edilən sənədlərin son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi isə cəmi 10% təşkil edir. Peşə imtahanında ibtidai sinif müəllimliyi ixtisası üzrə iştirak edən namizədlər 90% uğursuz nəticə əldə edib. İbtidai sinif müəllimliyi üzrə imtahanda 10 nəfər iştirak edib, onun 9-u qeyd etdiyim kimi 30 sualdan 15 suala cavab verməkdə çətinlik çəkib. Yenə də biz bunu digər ixtisaslar üzrə də götürmüş olsaq, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə də vəziyyətin yaxşı olmadığını görürük. 95-65% uğursuz olub. Məhz ali təhsil müəssisələrinin yerləşdiyi ölkələr üzrə göstəricilərə baxmış oluruq. Belə ki, 83 müraciətçi üzrə, yəni tənzimlənən ixtisaslarda yalnız 10 nəfər qeyd olunan imtahanda uğurlu olub. Ukrayna üzrə, Rusiya Federasiyası üzrə deməli 50 nəfərdən yalnız 7 nəfər uğurlu olub. Qeyd edək ki, bu ilin iyul ayı üzrə xaricdə təhsil alan 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.